Salam dostlar, bugün sizlə birlikdə Kitab Dələ Qorqud eposunun Elton Abuşovun Hüseyn Cavid üzlü kitabın 2024-2025 nəslindən, bu PDF-də olan hissə 57-yə qədər olanlar 2024-dəndir. 77-dən tez əlavə 77-dən tez var əlavə olmuş hissədə, o isə 2024-2025 nəşrindədir. Burada bəzi suallar əzbərlə bağlı olan şeylərdir. Ona görə daha çox belə üstündə araşdırma aparma gerəkən sualları burada izah edəcəm. Əzbərləri isə izah eləməyəcəm. O hamı yəni kitabı açıb oradan baxa bilər. Amma birinci sual izah edək. Birinci sualda boyunda şeylərin söyləmə ardıcıllığını istəyir. Burada deməli birinci deyir, çağlayaraq qaylardan çıxan su, ağac gəmiləri alıb tutan su. Bu qazanın su ilə olan söhbət hissəsinə aiddir. Belində 90 oxu nə görsən ay kafir, Allah qolu sapandımca görünməz mənə. Bu da Qaraca çobanın kafirlə olan söhbətindəndir. Ay kafir, qazanın anası qocalıbdır, oğul verməz. Bu hissə isə deməli Qaraca çobanın kafirlə olan danışığından gəlir. Əlinin düldülünün yəhərə ağac, əlinin qılıncının qını ilə dəstək ağac. Bu isə Uruzun ağacla olan söhbətindəndir. Qızıl tağlı uca evimin dirəyə oğul, qaza bənzər qız gəlinimin çiçəyi oğul. Bu isə çox vaxt kitablarda indi mən baxdığıma görə yox idi. Amma normalda bunun hissəsində bu hissə Uruzla burada xatının danışığından gəlir. Yəni hansı ki orada burada xatun gəlib Uruza deyir ki, kafirlər fikirlərini dəyişiblər, yəni səni oradan asacaqlar və ətini qovurma edib verəcəklər. Yəni deyir ki, bu hissəyə qədər olan hissədə bu fikri deyir. Qızıl tağlı uca emin dirəyə oğul, qaza bənzər qız gəlinimin çiçəyi oğul. Yəni bu fikri deyir. İndi baxaq bunların deyilmə ardıcıllığına. Deməli birinci 2 gələcək. Ondan sonra gələcək 1, ondan sonra gələcək 5, ondan sonra 4, ondan sonra isə 3 gələcək və nəticədə cavabımız olacaq A variantı. Ondan sonra ikinciyə də baxaq. Deməli ikinci testdə də deyir ki, yanlış fikir istəyir Salı Qazanın evinin yağmalaması boyu haqqında. Burada da cavabımız B variantında. Digər fikirlər düzdür. İndi baxaq. Acıq tutanda qaradaş kül eləyən qara günədir. Bu düz fikirdir. Oğuz ikiləri ala dağa ova getdi. Deməli, burada 2 yerinə ad çəkilir Salı Qazanın evinin yağmalaması boyunda. Biri Gürcüstan sərhədləri. Bu Arız Qocanın dilindən verilir. Digər isə ala dağa ova getdi deyir. Bu isə düz fikirdir. İkisi də. A və C düzgün fikirlərdir. Uruz ağacla dərdləşdikdən sonra hönkür-hönkür ağladı. Orada verilir. Deyir, ciyərə dağlandı və hönkür-hönkür ağladı. Ağızla dərdləşdikdən sonra. Y variantında Qazan 2 cansız obyektlə xəbərləşir. Qazan xan bildiyimiz kimi ardıcıllıqla yurd, su, qurd, köpək və Qaraca çobanla məsləhətləşir və həmin yerlərdə su ilə yurd cansız obyektdir. Ona görə də Y variantı da düzgün fikirdir. B variantında isə çal qılıncını ağam Qazan çatdım deyib Qazanın köməyinə yetən 3-cü şəxs 60.000 kafirə qan qusturan Şir Şəmsəddindir. Burada fikir nədir? 3-cü şəxs fikir səhvdir. Niyə görə? Çünki o 4-cü şəxs idi. Yəni həmin o sözü deyib Qazanın köməyinə yetən 4-cü şəxs idi. Ona görə cavab B variantı. Bu da biraz əzbər tələb edirdi, amma digərlərinə görə, digər variantlara görə onu da izah elədim. 3-cü fikirdə isə yəqin ki 3-cü sualda yəqin ki texniki səhv baş verib. Nəyə görə? Ki birinci fikirdə ağam Qazan məsləhətdir sözünün Qarabudaq deyir, Dəli Dondaz yox. Yəni həmin o hissədə deməli bu hansı ki Qazan xan bunlarla danışıq hissəsində ova getməyə planlaşdırır və orada danışdıqda birinci Dəli Dondaz, arxasınca isə Qarabudaq fikirlərini deyirlər. Dəli Dondaz deyir ki, bəli, xan Qazan məsləhətdir, belə bir fikir deyir. Amma ağam Qazan məsləhətdir sözünü Qarabudaq deyir. Ona görə burada cavablarda 1-ə C veriblər. Amma ki, yəqin ki, texniki səhv gedib burada. Yəni, tam-tamına kitab cümləsindən eyni götürmək istəsək, onu götürməyəcək. Amma belə məntiq baxımdan götürsək, yəni fikir uyğunlaşdıqsa çıxmaq üçün cavab C variantını götürməliyik. Ondan sonra baxaq suallara. 4-cü sual və 5-ci sual əzbər suallardır. Sadəcə 5-ci sualda bunu deyim ki, südü və pendiri bol qaymaqlı çoban. Yəni bu 2 misra var, bu 2 misra. Bu 2 misra həm deməli kimin dilindən deyilir, həm deyilir Qazanın dilindən, həm də kafirin dilindən və
Amma üçüncüdə olan fikri isə bəhs olunur üçüncü misrada. Südü pendiri bol qaymaqlı çoban. Bu sözü kafir deyir. Amma məsələn südü pendiri bol qaymaqlı çoban deyə kafir deyir. Amma olmasa qazan deyəcək. Orada başqa bir fikir deyilirdi. Cavab C variantı. Ondan sonra 6-ya baxaq. Bu da demək olar əzbər sualdır. C variantında Qazan xan deyən Qanturalı idi. Ona görə də cavab C variantı olacaq. 7-yə baxaq. 7 maraqlı sualdır. Deməli sualda deyir ki, Salur Qazanın evinin yağması boyu haqqında yanlış fikri müəyyən elə. Burada fikir versək, axıra. Deməli boyun axırına deyir, boyun sonunda düşmənin bayrağını qara günə, buxacıq məliyi dəli dondaz yerə salır. Düz deyir. Salur Qazanın evinin yanması boyunda qara günə salır. Deməli bayrağı yerə. Amma ki buxacıq məliyi dəli dondaz yox, qara budaq gəlir məğlub eləyir. Orada hansısa hissə var idi. Danışırdı ki, dəli dondaz sağdan, qara budaq soldan getdi və orada olan buğacıq məliyi də qara budaq yerə salır. Ona görə cavab A variantıdır. Sonra B variantına baxıb boyda həm Qazan, həm də Qarı çoban yuxu görür. Bu düz fikirdir. Burada xattan şərəf paylama təşkilinin köklü məişi. Bu da düz fikirdir. D variantında Qazan xanın sonra qlaşdığı üçüncü obyekt qurd olur. Yəni biz demişdik yurd, su, qurd və köpək olur. Ona görə D variantı düzdür. Qazan xan düşməni anası istəyəndə yanında yalnız Qaraca çoban var. Yəni bu fikir birinci fikir deyildi. Yalnız Qaraca çoban var idi. Amma onları verməyəndən sonra Oğuz igidləri buna kömək gəlir. Ondan sonra müharibə başlayır, savaş başlayır. Ondan sonra 8 sünün sualda əzbər sualdır. 9 da elədi, 10 da elədi. Yəni sadəcə siz deyim kim tərəfindən deyilir. Birincidə ərəb atları olan yerdə bir qulun tapılması Oğuz tərəfindən deyilir. Anası ilə danışdığı yerdən deyir. Qaranlıq axşam olanda hava hürən, bu da iyi köpəklə Qazanın söhbətindəndir. Qanqadalı ırmaqlar quruyubdu, suyu gəlməz. Bu Qaraca çoban kafirlə söhbətindən, anasının oğul vermədiyindən qabaqda olan hissədir. Qızıl tağır uca evimin dirəyə, oğul qaza bənzər, qız gəlim çiçək oğul. Bu fikirdə elə həmin o Burla xatunla oğlunun söhbətindəndir. İmam Həsənlə Hüseynin beşik ağası, bu isə deməli Uruzun ağası olan söhbətindəndir. Sonra baxaq. Görə burada başqa hansı suallar var? 11-ci sualda deyir oğul çoban hara gedirsən? Çoban da cavabında deyir ki, qardaşlarımın qisasını almağa. Burada elə deyir. Yəni o fikir elə idi. Çoban da Qaraca çobandır. Burada da yenə 12-ci sualda xronoloji ardıcıllıq istəyir. Yəni bu da əzbər suallardandır. Amma istəyirsiniz yenə də baxaq. Deməli, Qazan bəydə bir heyfimiz qaldı. Mənim oğlumu pozma, qoşunumu dağıtma. Qazan bəydə bir heyfimiz qaldı. Nə idi? O da Dərbəndə olan 10.000 qoyunu götürmək. Mənim oğlumu pozma, qoşunumu dağıtma deyən isə Qaragünə ilə söhbətində olan Salur Qazandır. Bəli, ağam Qazan. Gecədən bir quzu qalıb pişirmişəm. Bu da Qaraca çobanın dediyi sözdür. Yəni bununla onun arasında bir söz olmalıdır. Yəni mənim oğlumu pozma. Yəni Qazan xanın yurduna gələrkən amma Qaraca çobanı görməmişdən qabaq olan hissədə bizə lazımdır. Deməli, burada birinci 5 götürürük. Nəyə görə? Çünki ağam Qazan gecədən bir quzu qalıb pişirmişəm dediyi söz onların dialoqunda axırlarda olan dialoqun axırlarında olan hissədəndir. Amma 5 ağzın qurusun çoban, dilin çürüsün çoban. Yəni bunların dialoqunun başda olan hissəsindən çoban bunu əhvalatı danışandan sonra Qazanın ona dediyi sözlərdir. Ona görə birinci 5-i götürəcəyik. Ondan sonra çal qılıncını ağam Qazan yetdim. Bu fikir, yəni bütün Oğuz igidlərinin gələndən sonra hər dəfə dedikləri sözdür. Amma Qaragünə o fikri fərqli cür deyir. Deyir çal qılıncını qardaşım gəldim. Yəni orada əgər çal qılıncını qardaşım görsəz, bu Qaragünə aid fikir olacaq. Və bunlardan Oğuz igidləri gələndən sonra nə olur? O gün cəsur ər igidləri bəlli oldu. Bu da səhv eləmirəmsə Dədə Qorqudun axırda dediyi hissədəndir. Ona görə cavabımız 5-4 olacaq. Sonra baxaq 13-cü testə. Burada da səhv fikir istəyir. Uruz ağasla dərdləşmək istəyərkən düşmənlər ona mane olur. Belə bir fikir yoxdur. Deyir, aman istəyir, aman da verirlər. Yəni o ağacla dərdləşir. Cavab A variantı. Digərlərinə baxaq. Qazan xanın ova getmək təklifi ilə ilk olaraq Dəli Dondaz. Bu incə demişdim. Dəli Dondaz arxasında isə Qara budaq razılaşır. C variantında Sarı Qalmaş ov səhnəsində iştirak etmir. Çünki o Oğuz
yurdunun qorunmasında iştirak edib və Qazanın evinin üstündə ölüb. D variantında Qaraca çoban düşmənlə döyüşdə yaralanır, amma sürünü qoyub saxlamağı bacarır. Qaraca çoban Qazan xanla olan söhbətində deyir ki, 3 yerimdən yaralandım. Yəni o fikir var. D variantı düzdür. Qazan xanın qardaşı düşmənlərin bayrağını qılınclayıb yerə salır. Bu fikirdə düzdür. Yəni Qara Günə gəlir burada qılınclayıb yerə salır. Sonra 14-cü suala haqqında yanlış fikirlər istəyir. 14-cü suala da baxaq. Deməli burada boyda Aruz qocanın 2 oğlun adı çəkilirdi. Basatın Təpəgözü öldürdüyü boy haqqında danışırıq. Yanlış fikirlər. 2 oğlun adı çəkilir. Burada Qıyan Səldik və Basatla olan 2 oğlun adı çəkilir. Bu düz fikirdir. B variantı deyir ki, boyun əvvəlində Oğuz elinin gecə ilə köçməsinin səbəbi Təpəgözün adamları yeməsi idi. Yox. Bura başqa düşmənlər tərəfindən gəldiklərinə görə ona görə gediblər. Yəni hələ ki Təpəgöz ortalıqda yoxdur. B ona görə səhv fikir olaraq götürüləcək. Digər variantlara baxdığımızda isə C variantı Təpəgözün bədəninə ox batmamasının, qılınc kəsməməsinin səbəbi Pəranasının onun barmağına üzük keçirməsi. Bu fikir düzdür. D-də deyir, Oğuz yurdu yapaqlı qoca ilə bunlu qocanı Təpəgözün xidmətinə verdilər. Bu fikir də düzdür. Basat aman diləyən Təpəgözü qınsız qılıncla öldürür, deyir. Bu fikir də düz fikirdir. Yəni testlərdə çox vaxt qılını qılınc yazıb aldada bilərlər. Hansı ki, bu da olimpiyadada olmuş testlərdə var. Amma cavab qılınsız qılıncdır. Sonra baxaq 15-ə. Deməli, 15-ci sualda deyir ki, səbəb nəticə ilə bağlı münasibətində uyğunsuzluğu istəyir. Biz harda bu uyğunsuzluğu görəcəyik? İndi baxaq. Deməli, burada elə promoy cavaba baxaq. Y variantında Qazan igidlərə qalı ölkə verdi. Oğuz igidləri düşməni məğlub etdi deyir. Amma Oğuz igidləri düşməni məğlub edəndən sonra Qazan igidlərə qalı ölkə verir. Yəni burada səbəb nəticə yox, nəticə səbəb əlaqəsi olur. Ona görə biz bura səbəb nəticə olmasına görə bunların yerini dəyişməliyik və nəticədə burada uyğunsuzluq yaranır. Ona görə cavabımız Y variantı olacaq. Digərlərində də baxa bilərik. Qazan igidləri ilə ova gedir, orada yeyib içir, düşmənin əlinə fürsət düşür. Bu fikir düz fikirdir. Uruz xan atasına baxıb coşa gəlir, düşmən qoşunun bir ucuna hücum edir. Bu da düz fikirdir. Tamamilə düz fikirdir. Qazan xan ona deyir ki, yəni gəlmə, sən bura gəlmə. Amma Uruz görür ki, bu atası onlarla müharibə edir, bu da coşa gəlir. Burada xatun Uruzun obaya geri dönmədiyini ərinə söylədi. Bu da düz fikirdir. Qazan xanın bağrı sarsıldı, ürəyi yerindən oynadı. Bu da düz fikirdir. Tamam. D-də də deyir, Qazan tək başına düşmənə hücum edir, qara qanı şoruldayıb gözünə tökülür. Bu fikir də düzdür. Tək başına hücum edən zaman deyir, 3 dəfə cəhd etdi. Amma ki, o gedib, yəni onları məğlub edə bilmir. Bu zaman da yara alır və yara nəticəsində qanı gəlib gözünə düşür. Və heç kimi tanıya bilmir. Və orada Burla xatun da ona köməyə gələn zaman bu baxır Burla xatuna və ondan silah sürsat istəyir və kim olduğunu tanımır. Və nəticədə Burla xatun gəlməsi ilə o qazanır. 16-cı suala baxaq. Boydakı yanlış uyğunluğu deyir. 16-cı sualda isə cavabımız Y variantı olacaq. Nəyə görə? Sağ tərəfdən Buğacıq Məliyi yerə saldı Dəli Dondaz. Mən bayaq da dediyim kimi, Buğacıq Məliyi yerə salan Dəli Dondaz yox, Qarabudaqdır. Deyir, sol tərəfdən də gedən Qaratükən Məliyi yerə saldı Qarabudaq. Sağ tərəfdən gedən Dəli Dondazı bu düzdür. Sol tərəfdən gedən də Qarabudaq düzdür. Amma Buğacıq Məliyi ilə Qaratükən Məliyin yeri dəyişdirilməli idi. Ona görə də burada olacaq Y variantı. Digərlərinə də baxaq. Deyir, birinci düşmənin bayrağını yerə salır Qaragünə, düşmənin bayrağını yerə salıb Burla xatun. Salıq Qazanın evinin yağmasına Qaragünədir, düşmənin bayrağını yerə salan Uruzun ustaq olduğu boyunda Burla xatundur. 40 kənnizi azad edir Qazan xan, 40 odaq tikdirir Qazan xan. Uruzun ustaq olduğu boyunda da, yəni bunlar düz fikirdir. Boyladı, soy soyladı Dədə Qorqud. Tamam var. Salıq Qazanın evinin yağmasının boyunda var. Qopuz çaldı, Oğuznamə düzü qoşdu Dədə Qorqud, Uruz bəyin ustaq olduğu boyda. Bu da var. D-də deyir, icazəsiz Bayandur xanın düşməninə basan Şir Şəmsəddin idi. Bu düz fikirdir. 24 Oğuz elini tərif edən isə Dəli Dondaz. Tamam, bunlar düz fikirdir. Burada bir səhv fikir yoxdur, amma Y variantında səhvlik var.
Yəni 17 də tamamilə yəni əzbər sualdır. 2 dizi üstə çöküb bu Aruz qocadır. Deyir ağam Qazan Sası dinli Gürcüstan sərhədlərindən gedirsən belə, yəni orada elə olmadı. Qazan bəyin evinin üstünə şəhid olan igid sarı salmışdı. Tamam. Bunu da dedik. Ondan sonra baxaq neçə sualda qalmışdıq. Deməli qaldıq. Tak. Deməli qaldıq 19-da. 19-da əzbər sualdır. 20-də əzbər sualdır. Yəni 20-ni deyə bilərəm belə. Orada Konradlı Qazana keşiş deyən yeynəkdir. Bayburt hasarından sıçrayıb gələn beyrəkdir. İcazəsiz Bayandur xan düşmənini basan Şir Şəmsəddindir. Kafirin itarını qoşub alçaldan isə Alpərəndir. Deməli 21-də Salur Qazan boyu ilə bağlı səhv fikri deyir. Deməli D variantı səhvdir. Nəyə görə? Çünki bu variantı köklü məlik demir, kafir deyir. Ona görə D variantı səhvdir. Sonra baxaq 22-ci suala. Salur Qazanın evin yanması boyunda Burla xatun Uruza boğazından asacağını dediyindən vaxtdan əvvəl baş vermiş isə. Nə vaxt deyir bunu? Yəni bu Burla xatun Qazan Uruzla danışığında deyir. Və görək bundan əvvəl nə baş verib. Burla xatun qarığı kimi qara saçını yoldu, oğul deyib zar ağladı. Bu isə deməli bundan sonra baş verir. Deyir ki, səni asacaqlar, astığından sonra başlayır zar ağlamaq ona görə. Ona görə A variantı səhvdir. Uruz hönkür ağladı. Bu da ağacla danışığından sonrakı hissəyə aiddir. Ona görə B də səhvdir. Kafirə xəbər verdilər. Birinə yapışdı. 47-dən avaz gəldi. Bilmədiyi hansıdır. Bu isə şərab paylatmaq fikri olan hissədədir. Ona görə cavab C variantı olacaq. Qazan kafirdən anasını istəyir. Bu sonraya aiddir. Uruz dedi ana haqqı, tanrı haqqı deyilməsəydi. Bu da sonraya aid fikirdir. Bir dənə C variantıdır burada. 22-də C. Sonra baxaq 23-cü suala. Deməli 23-də deyir ki, yanlış fikri müəyyən elə. Yəni bu qısa konkret hamı bilir ki, ikidi Oğuz elinə ikilər ki, Qazan xan yox, Bayandur xan idi. Başçılıq edən. Onun isadı sadəcə harda çəkilir? Batadın Təpəgözü öldürdüyü boyda. Sonra 24-cü sual bədii həlli verilmiş problemlər. Burada da cavab 1-2-5-dir, yəni o qədər üstünə durmağa dəyməz. Adənələr qoyulub saxlamaq, vətənə düşmən qabağında dayana bilmək gəzinə tərbiyə edilməsi, doğma yurda sevginin yaradılması. Bu fikirlə tamamilə düz fikir. Hakim idarələrə qarşı mübarizə bu yoxdur. Yəqin ki, bu versəydi Koroğluya aid ola bilsəydi, orada düz fikir kimi götürmək olardı. Paşa və xanların hiləsinə qarşı birləşmək, o da Koroğluda olsaydı daha düzgün olardı. Sonra 27 qamışlıqdan 25-i deməli qamışdan. Burada da Bayandur xandır. Yəni bu da əzbər dayalı bir sualdır. Basatın söz qardaşı Təpəgözə qılınc qaldırmasının səbəblərinə aid deyil. Basatın süd qardaşı Təpəgözə qılınc qaldırmasının səbəblərinə deyir aid deyil. Ağsaqqallı atasını ağladı. Bu var. Doğma qardaş qıyan səcisi var. Ağ üzlü gəlini dul edib var. Ağ bir çəkli qoca anasını inlədi. Bu da var. Çünki orada yerdə bir hissədə deyirdi. Qazanın dilindən səhv eləmirsə, bəli, Qazanın dilindən olmalı idi ki, deyir, saçı ağarmış olan atanı ağlatma, ananı inlətmə, nəsə elə bir hissə olmalı idi və o hissəyə görə A və D variantları düzdür. Amma dağdan uca şərəfini yerə salıb belə bir fikir yoxdur. 27-ci sualda da yəni baxan kimi adamın gözünə girir ki, Basatın Təpəgözü öldürdüyü boyda da o mağaradan çıxarkən qoyun dərisi geyinir. Ağıllı uşaqda da qoyun dərisi geyinir. Nəyə görə? Çünki o sevdiyi heyvanı tapmaq istəyirdi xanın. Ona görə o qoyun dərisi geyinir və keçir digər ölkənin sərhədlərinə. Ona görə cavab C variantı olacaq. Sonra baxaq 28-ci sualda deməli burada deyir ki, Sağ Qazan evinin yanmaması, Basatın Təpəgözü öldürməsi. Baş qəhrəman Qorxmaz və Mərgidlikdə bu ikisində də var. Bayandur xanın kürəkəni boyda iştirak edib deyir. Bu
Fikir Bayandur xanın kürəkəni burada Qazan xan, onları da səhv eləmirəmsə və bu hamısı ikisinə də var. Əfsanəvi xarakteri daşıyır deyir. Əfsanəvi xarakter isə sadəcə Basatın Təpəgözü öldürdüyü boyda var. Ona görə 3-də səhv fikir olacaq. Aruz Qoca boyda iştirak edib. Deməli, Aruz Qoca boyda iştirak edib. Salur Qazan evinin yapmaması boyunda Aruz Qoca var deyir. Gürcüstan sərhədlərinə gəlsən, Basatın Təpəgözü öldürdüyü boyda da elə aşikar olaraq var. 4 düzdür. Mifik obraz baş qəhrəmandır. Hə, tamam, bunu götürmək olar. İki süd qardaşı boyda həlak olur. İndi bu iki süd qardaşı boyda həlak olur fikri nə deməkdir? Onu deyim sizə. İki süd qardaşı boyda həlak olur deyəndə Qiyan Səlciq və Təpəgözü nəzərdə tutur. Məntiq baxımdan fikirləşsək ki, Qiyan Səlciq Basatın süd qardaşı idi. Deməli, bu Qiyan Səlciq həm də Təpəgözlə süd qardaşı idi. Çünki bu Basatla Qiyan Səlciq qardaşı idi, həm də Basat Təpəgözlə süd qardaş olduğuna görə Qiyan Səlciq də Təpəgözlə süd qardaş olacaq. Deməli, 6 da düz fikirdir. Və maraqlı bir sualdır və cavabımız A variantı olacaq. 29-cu suala baxaq. Yanlış fikri burada istəyir. Burada yanlış sual isə deməli B variantında olacaq. Səhv fikir. Çünki Qapakan kişi deyildi, onlar var idi. Digərləri düzdür. Böyük nə yığmalı Basat. Bu 30-un cavabını isə C variantında Qazan xan deyir. Yəni deyir ki, mən yıxa bilmədim, sən mi yıxacaqsan? Bunlar hamısı əzbərə dayalı olan bir suallardır. Yəni Təpəgözün yeməli bişirmək üçün bunu və ya paxlı qocanı Dədə Qorqud məsləhət görür. 32-də Basatın Təpəgözü öldürməsi boyunca Təpəgözün Basatı günbəzə göndərməsindən sonraki hadisələr. Günbəz demək xəzinə deməkdir. Və biz burada xəzinədən sonraki hadisəyə baxmalıyıq. Burada isə La ilahə illallah Məhəmmədən Rəsulullah demək hissəsi idi. Səhv eləmirəmsə, Təpəgözü öldürən hissədə bunu deyir. Sonra keçək 33-ə. 33. Deməli, bu fikir yanlış fikri müəyyən eləməyimizi istəyir. 33-də isə cavabımız C variantında. Bayaq da demişdim, ağ saqqallı atanı ağlatma, ağ bir çəkir, ananı sarıldatma. Bu fikri Aruz Qoca yox, Qazan xan deyir. Qazan dediyinə görə cavabımız C variantıdır. Sonra Basatın Təpəgözü öldürməsində Dədə Qorqud Basatı şirin yuvasından tapıb gətirir, yox. Boyun sonunda şadlıq havası çalır, düzdür. Təpəgözün yanına gəlib sülh bağlayır, düzdür. Basata da məsləhət verir, insanlar sırasına dəvət edir. Bu da düzdür. Basata Təpəgözün üstündən gedib xalqı bəladan qurtarmağa belə bir fikir yoxdur. Onlar da deyirlər ki, getmə. Hətta bunu Dədə Qorqud mu deyir, yadımda deyil, amma Aruz Qoca və Qazan xan bunu deyirlər. Amma biz baxsaq deyə bilərsiniz ki, üçüncü fikir hardadır? Təpəgözün yanına gəlib nəyin sülhünü bağlayır? O sülh bağlayır harda? Deyir, mənə 60.000 insan verin. Amma bu deyir ki, 500 qoyun verək, 2 adam verək. Bu hissədə onunla sülh bağlamış olur. Ona görə də 3-ü də götürürük. Ondan sonra 35-də Aruza şad xəbər verən Qapakan Qocanın xanımı olur. Ona görə B. 36. At ağızlı Aruz Qoca Basatın qalibiyyət xəbərini kim çatdırır? Çapar. Basatın Təpəgöz xəbərini Aruz Qoca çapar çatdırır. Amma burada biz desək Oğuz elinə kim çatdırır? Bunlu və yapaqlı qoca çatdırır, hansı ki aşpazlar idi. 37. Qazan xanın oğlu Uruz bəyin tutaq olduğu boyda Uruzu əsirlikdən xilas etməyə getmir. Qazan xanın oğlu Uruz bəyin tutaq olduğu boyda Uruzu əsirlikdən xilas etməyə getmir. Cavab Uruzun igidləri. Niyə görə? Çünki Uruzun igidləri artıq həlak olmuşdular. Onun qorumaq üçün döyüşdə həlak olurlar. Ona görə orada Uruzun igidləri olacaq cavab. Sonra Uruz düşməndən aman istəməsinin səbəbi nədir? Ağacla dəstləşmək üçün istəyir. Bir dəqiqə. Bu Uruzun tutaq olduğu boyda deyil də, deməli, hardaydı? Qazan bəyin oğlu, Qazan bəyin yurdunun orada yağmalaması boy var idi, evinin yağmalaması boyuna. Orada ağacla dəstləşmək istəyir. Burada isə atası ilə danışmaq üçün aman istəyir. 39 sual əzbər sualdır. Gördüyü tədbirlərə
aid deyildir. Bu da əzbər sualdır. Düşmənin bayrağını qılsayıb yerə salan Uruzun dustaq olduğu boyda deməli burada xatunu idi. 42. Uruzun dustaq olduğu boyda Uruzun düşmənlə döyüşməməsinin, geri çəkilməsinin səbəbi o zamanlar oğul ata sözünü 2 eləməzdi. Burada isə A variantıdır. Həm Salur Qazanlı, həm də Uruz bəyin dustaq olduğu boyda əsir düşən obraz isə Uruzdur. Sonra baxaq, deməli 44-cü suala. 44-cü sualda da deyir ki, nəzarət nöqtənin yerinə yazıla biləcək variantlar. Uruzun dustaq olduğu boy. Burada xatun 40-cı belli qızla qara ayğırını minir. Deməli, gedir. Bundan sonra hara gedir? Bunun döyüşə gedəndə buna kömək eləməyə, Qazan xana kömək eləməyə gedir. Qazanın bütün bəyləri 7 təmiz suda dəstəmaz alırlar. Birinci burada xatun gəlir, sonra bunlar gəlir. Deməli, bizə nə lazımdır? Burada xatun gələrkən olan hissə lazımdır və orada 4-cü fikir olacaq. Nəyə görə? Bu fikri nə vaxt deyir? Bilirsiniz, o deyir ki, mən gözümün deyir qanı tökülür deyə o burada xatun görmür. Ona görə deyir silah sursatı istəyir. O yerdən sonra qalxıb yerində duran Qazan uca dağımı yıxan Qazanla başlayan onun sözləri olur, hansı ki o hissədə onu deyir. Ona görə birinciyə 4 qoymalıyıq. Qazanın bütün bəyləri 7 təmiz suda dəstəmaz alırlar. Boyu uzun burada xatun düşməməli. Tamam, burada da məğlub olunana qədər hissə bizə lazımdır. Görə burada nə var? Sağ tərəfdə Dəldondaz qara tükənə qalib gəlir deyir. Bu fikirdə düzdür. Sağ tərəfdə Dəli Dondaz idi, sol tərəfdə isə qara budaq idi və qalib gələn qara tükənə Dəli Dondaz idi. Digəri isə kim idi? Boğazlıq Məlik. Ona görə biri 1-dir, bir də 4-dür və sıralama ardıcıllığına baxsaq, burada nə götürməliyik? 4-1 olan variantı götürməliyik. Yəni cavab A variantı olacaq. 45. Uyğunsuzluğu istəyir. A düzdür, B də düzdür, C də düzdür, D də düzdür, Y variantı səhvdir. Nəyə görə? Dədə Qorqud qarşı yatan uca dağlar, salamat olsa el yaylar fikirlərini kim deyir? Bunu Uruz deyir. Dədə Qorqud demir. Uruz deyir. Atası ilə olan diyaloqunda. Ona görə cavab Y variantı olacaq. 46. Qazan xan düşmən obasında onun arxasında gələnlərdən kim tanımır? Burla xatunu tanımır. Deməli 46 da B variantı olacaq. 47. Doğru cavablar istəyir. Baxaq. Qazan xanı məclisi qurması ilə başlayır. Bu hər ikisinə aid olan fikirlərdir. Ona görə bunu çıxdıq. Aladağı ova gedir. Bu Aladağı ova günün təbii ki də buradadır. Kafirin casusun düşmənə xəbər verir. Bu da ortaq fikirdir. Uruz düşmənə əsir düşür. Hər ikisində əsir düşür. Qoca Aruz Qazan xana kömək edir. Kömək etmək hissəsi Salur Qazanın evin yağmalamasında olmalıdır. Uruzun dustaq olduğundan tam əmin deyiləm. Amma Salur Qazanın evinin yağmalaması boyunda tam var. Həm də axırıncı gələn olmalıydı. Səhv eləmərəmsə, axırıncı gələn Aruz qoca idi və kömək eləyir orada. Ona görə bu fikir yanlış olacaq. 2, 3 və 4 variantları A-ya uyğun gəlir. Uruzun dustaq olduğu boyda Qazanın əlini əlinə çalıb ağlamasının səbəbi nə idi? Oğlun atsan Qazana bilməməsi. Cavabımız D variantı. Deməli, 49. Haqqında yanlış fikir. Oğul ocağımızı sahibsiz qoyma, rəhm elə getmə deyərək Aruz qocaqlayır. Bu düzdür. Pəri anasının Təpəgözə verdiyi üzüyü o Basata verir. Bu da düzdür. Düz fikirdir. Basat ata anasının əlini öpüb Təpəgözün olduğu yerə günortaca gəlir. Bu da deməli düz fikirdir. Yəni bir səhvlik yoxdur. Bütün sınaqlardan üzü ağ çıxan Basat qınsız qılıncla düzdür, Təpəgözün başını kəsir. Bu da düzdür. Yeyə baxaq, Dədə Qorqudun məsləhəti ilə bunlu qoca ilə yapaqlı qocanı nə deyir? Dədə Qorqudun məsləhəti ilə bunlu qoca ilə yapaqlı qocanı Təpəgözə aşpaz verirlər. Yox, burada fikir olaraq düz gəlir. Amma yəqin ki 49-da C variantı olacaq. Yəqin ki ən müəmmalı qalan oydu. Və elə yəqin ki C variantı olacaq.
Basat ata anasının əlini öpüb Təpəgözün olduğu yerə günortaca gəlir. Orada ata anasının əlini öpmək hissəsi bilmirəm, tam olmamalıdır. Təpəgözün olduğu yer günortac idimi yoxsa Basatın olduğu yer günortac idimi? Elə bir məqam olmalıdır. Cavab, yəni nə olsa da C variantı olacaq. O hissə isə yəni elə bir yəni nədəsə səhvlik var orada. 9-da C idi. 50-də onu axırda müzakirə edib kitabdan baxıb tam yerinə baxıb deyərəm. Sonra 50-də Beyrək obrazla bağlı düzgün fikir, bu da əzbər sualdır 50-yə. Yəni baxa bilərsiniz kitablardan. 51-də boyda Bayandur xan iştirak edib Basatın Təpəgözü öldürdüyü boyunda düzdür. Bu Bayandur xan. Bayandur xan bir dənə buradaydı. Əfsanəvi xarakter daşıyır. Bir dəqiqə mən yanlış cavablar istəyir. Əfsanəvi xarakter daşıyır, düzdür. 1-2-ni çıxdıq eləyik. 1-2, 1. Dədə Qorqud soy soyluyur. Soy soyladı. Bu fikir ortaq cəhət olaraq götürülməlidir. Baş qəhrəmanlara Dədə Qorqud ad verir. Bu da düz fikirdir. Baş qəhrəmanlara. Çünki orada kimə ad verirdi? Deməli, verir. Basata adını verir və deyir Basata adını verməmişdən qabaq Qıyan Səlciqə də adını məhz Dədə Qorqud qoymuşdu. Ona görə elə baş qəhrəmanlarına ad verir fikri düzgün olacaq. Yəni üçü də onsuz da ortaq götürmüşdü. Səhvdir. Qazan xan tək başına düşmənə qalib gəlir, Uruzun dustaq olduğu boyda yoxdur. Ona Bayandur xan gəldi. Qazan xan tək başına gedəndə uduzur. Ona görə səhv olacaq. Baş qəhrəmanlara Dədə Qorqud ad verir deyəndə Uruzun dustaq olması boyunda bu fikir olmadığına görə mən Basatın Təpəgözü öldürməsi boyunca danışırdım. Uruzun dustaq olması boyunda isə baş qəhrəmanlara Dədə Qorqudun ad verməsinə bağlı yer olmadığına görə cavab 4 və 5 olacaq. Cavab C variantıdır. Uruzun dustaq olduğu boyda kafirin məskunlaşdığı ərazi, bu da əzbər sualdır. Yəni bütün hamısı bunlar əzbər suallardır. Sağ Qazan evinin yanmaması Uruz bənd dustaq olduğu kafirin casusu əlverişli vəziyyəti görüb deyir Şöklüməliyə xəbər verir. Bu uyğunsuz fikirdir. Yəni bu da ikisinə də uyğun olaraq verilə bilməz. Çünki Sağ Qazan evinin yanmamasına var idi, amma Uruz bənd dustaq olduğunda yox idi. Sonra 54. Salih Qazan evinin yağmalanması boyunda Qazanın yuxusunu yozan obrazla bağlı. Yəni kimlə bağlı deyir? Qaragünə ilə bağlı. A, B, C, D, E variantları verib və bunlardan deyir ki, biri digərlərindən doğru və yanlış olmaq baxımından fərqlənir. Qonur atın yiyəsi də bu Qazan xandır. Deməli Qaragünə ilə bağlı deyil. A variantı səhvdir. Baxırıq. Salur Qazanın evinin yağmalanması boyunda Qazanın yuxusunu tam yozur, tam yozmur. Ona görə B də səhvdir. Qazan bəyin oğlu Uruzun dustaq olduğu boyda kafirin bayrağını qılınclayır. Burada Bayandur xan qılınclayır. Bu da səhvdir. Qardaşı bütün döyüşlərdə düşmənə qalib gəlmir. Bu düz fikirdir. İndi baxarıq. Salur Qazanın evinin yağmalanması boyunda düşmənə soldan hücum edənlərə başçılıq eləyən isə bu da Qarabudaq idi. Ona görə Y də səhvdir. D variantında isə nə vaxt qalib gələ bilmir? Şeydə Basatın Təpəgözü öldürdüyü boyda Təpəgözü qarşı Qaragünə də vuruşur. Amma onu da səhv eləmirəmsə məğlub edir. Məğlub etmək hissəsində isə əzib deyəsən belə olmalıdır. Əzib deyir. Qaragünəni də əzib. Ona görə cavabımız D variantı olacaq. Deməli 55. Basatın Təpəgözü öldürməsinə bağlı yanlış cavabı. Boyda qəhrəmanlardan biri çörək verən ağaca xəyanət edir. Bu var. Elə biz bunu Təpəgözün simasında bunu biz görə bilərik. Ondan sonra B deyir, boyda Salur Qazanın evinin yanması boyunda vətən bütövlüyü uğrunda birgə mübarizənin əksini müşahidə etmək mümkündür. Bu da düzdür. Yəni burada birgə mübarizə aparmırlar. B düzdür. Boyda igidliyin yaşla ölçülmədiyini görmək mümkündür. Bu da yəni ümumi fikirdir. Bu da düzdür. D-də Qapaqan kişinin arvadı Basata Qaragünənin əsildiyini, bu da mənim dediyim fikir buradaydı. Qıyan Səlciqin öldüyünü, Oğuz bəylərinin şikəst olduğunun xəbər verir. Bu da düz fikirdir. Oğuz igidlərinin yurt sevgisinin əks olunduğu boyda ailə üzvlərinin deyir. Ailə üzvlərinin dialoquna deyir rast gəlinmir. Aruz Qoca ilə Basat ailə üzvü sayılmırmı zaten? Onlar ailə üzvdürlər və onlar dialoq şəklində olurlar.
Yəni bu fikri niyə biz düz götürək ki, cavab Y variantı. Deməli 56 bu da əzbər sualdır. Yəni istəsəz deməli orada hansı idi burada? Elə çətin tapılanlardan biri var idi 4-cüdə. Alpəran Ağməliyin kürəkənində elə bir hissə olmalıdır. Orada deyir ki, kimlənsə evlənib və onun nəticəsində Ağməliyin kürəkəni gəlir. Ona görə elə 4-cüsü də oradan düz fikir olacaq. 57-yə baxaq. Dış Oğuz bəyləri ilə sağdan kim idi? Dəli Dondaz. Cəsur igidlərlə sol yandan kim idi? Qarabudaq idi. Mərkəzdə isə Qazan xan idi. Belə bir variantın olduğu olanı tapmalıyıq. Cavab Y variantı olacaq. Belə Y variantı. Sonra bizim bir sualımız qalmışdı. O hansı sual idi? 30'larda bir yerdə idi. Deməli 49 sualda. Tamam, bura baxaq. Təpəgözün olduğu yerə deyir günortaza gəlir, amma orada Təpəgözün öldürdüyü yox. Günortaz yeri Basatın olduğu yer olmalıydı. Səhv eləmirəmsə, ona indi kitabdan baxaq. Tamam, yeri deyilmişsə. Yəni, tam dediyim kimidir. Basat Təpəgözə bildirir ki, onun yurdu günortasıdır. Təpəgözün olduğu yerə günortaza gəlməklə, yəni o əslində özünün yerinin günortaca olduğunu bildirir. Amma Basat ata, tam o yerdə baxaq. Basat atasının, anasının əlini öpüb mü gedir? Aha, o fikir var, tamam. O Təpəgözün olduğu yerə günortada gəlmək deyil də, onun yurdunun günortaca olduğunu bildirir. Ona görə cavab elə burada məhz C variantıdır. Burada artılmış isə 77 dənə olan hissədir. O isə burada əlimizdəki bir dəqiqə PDF köhnə olduğu üçün burada yoxdur. Qalan isə digər videoda izah eləyəcəm. 77-yə kimi olan testləri. Bu günlük bu qədər. Sağ olun. Salamat qalın.